Azərbaycan Respublikasının Dövlət Neft Fondu qızıla yatırılan investisiyanın həcmini artırıb. APA Economics Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadən xəbər verir ki, 2025-ci ilin ilk rübündə fondun investisiya portfelinin 25,8%lik, yəni 16 milyard 134,4 milyon dollarlıq hissəsini qızıl investisiyaları təşkil edib. 3 ay ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondu qızıla olan investisiyalarını 3 milyard 779,8 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda fondun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq, yəni 20,6%lik hissəsini qızıl investisiyaları təşkil edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu ilin ilk rübündə 18,7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna fondun qızıl ehtiyatı 146,6 ton təşkil elədiyi halda, bu il aprelin 1-nə bu rəqəm 165,3 tona qədər yüksəlib. Ümumilikdə isə Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2024-cü ilin əvvəlindən indiyənə qədər 63,5 ton qızıl alıb.